Bu çəkilişdə yay şinlərinin seçilməsindən danışıram. Ümumiyyətlə, yay təkərləri Azərbaycanda ən çox istifadə olunan təkərlərdir. Avtomobillər üçün 2 dənə mövsüm var. Yay və qış mövsümü. Digər mövsümlər yoxdur. Müsbət 5 və yuxarı temperaturlar artıq yay mövsümüdür. Üzərində göstərəcəyim nümunə Sailun Atrezzo ZSR 2 seriyasıdır. Niyə məhz bu təkərin üzərində nümunə çəkəcəm? Çünki Sailun Atrezzo ZSR 2 seriyası bu yaxınlarda Avropada təkərlərin nəhəng bir testini həyata keçirdilər. Almaniyada baş verdi bu testlər. 52 təkər arasında Sailun markasından Atrezzo ZSR 2 seriyası da iştirak edirdi və məhz bu təkər 52 təkər arasında top 10-da qərarlaşdı. Ona görə də yay şinlərinin seçilməsini Atrezzo ZSR 2 şinlərinin nümunəsində göstərəcəm. 235-45 ZR18. Yəni 235 təkərin izinin millimetrlə göstəricisidir. 235 millimetr. 45, 235 millimetrin 45%-dır. Təkər şininin profilini müəyyənləşdirir. Yəni təkərin qalınlığı 235 millimetrin 45%-i qədərdir. R radial şinləri göstərir. ZR artıq sürətli idman şinlərinə işarədir. 18 isə düyümlərlə təkərin daxili diametrinin, yəni diskin xarici diametrinin ölçüsüdür. Ölçüləri birinci növbədə düzgün seçmək lazımdır. Çünki ölçülər düzgün seçilməyəndə avtomobilin yol tutumu zəifləyir, əyləc problemi yaranır. Hətta siz spidometrin aldatmasını görə bilərsiniz. Daha böyük ölçüdə şinlər, ümumiyyətlə təkər ölçüsü seçilərsə, spidometr məsələn 100 göstərirsə, sizin faktiki sürətiniz 104, 105 və s. ola bilər. Yay təkərləri mütləq şəkildə su kənarlaşdırma imkanına sahib olmalıdır. Bu təkərdə də böyük su kanalları var və onun kənarlaşması üçün hissələr var. Təkər şinləri simmetrik, yəni protektor şəkillərinə görə simmetrik, asimetrik, istiqamətlənmiş, istiqamətlənməyən olur və hər bir bu dediyim parametrlərə görə təkər şinlərinin xarakteristikası müəyyənləşir. Bu şinlər asimetrik, istiqamətlənməyən şinlərdir. Daha yüksək sürətlər üçün nəzərdə tutulub, yol tutumu mükəmməldir, su kənarlaşdırılması mükəmməldir və xüsusən də sürətli yollarda su kənarlaşdırılması çox yaxşıdır. Bu da avtomobilin dayanıqlığını yaxşı edir. Qırmızı nöqtə təkər şininin bu balansda lazım olur. Ağır nöqtəsini, sarı nöqtə isə yüngül nöqtəsini deyir. Bunların yerləri təkərdən asılı olaraq istehsal zamanı dəyişə bilər. Yəni vacib deyil, yalnız qarşı-qarşıya olsun. Bu təkər şinində outside yazısı var. Outside, yəni təkər şininin bu hissəsi mütləq şəkildə avtomobilə quraşdırılarkən çöl tərəfdə qalmalıdır. Ən vacib göstəricilərdən treadwear, məsələn 420 göstərilib. Bu təkər şininin yeyilmə indeksidir. Təkər şinləri, məsələn hətta yay şinləri belə bu indeksə görə fərqlənə bilər. Qış şinlərində, bütün mövsüm şinlərində o fərqlənir. 420 eko şinlərə uyğun olan göstəricidir. Ümumiyyətlə 400 və yuxarı rəqəmlər yeyilməsi az olan təkər şinlərinin göstəricisidir. Standart rezinlərin tərkibi olanda, yeyilmə orta olanda bu göstərici 240-dan 380-ə qədər olur. Sport şinlərdə isə daha aşağı rəqəm olur. Daha sonra traction və temperatur göstəriciləri, bu göstəricilərin də A klası olmasına fikir verin. Çünki bu ən üstün klassdır. Traction təkər şinlərinin yer səthi ilə ilişmə göstəricisidir. Temperatursa təkərlərin isinməyə dözümlülük klasıdır. Ən vacib göstəricilərdən biri sürət kütlə indeksləridir. 98 rəqəmi bir təkərə düşən maksimal kütlənin 750 kq-a qədər icazə verildiyini göstərir. Y sürət indeksidir. Bu indeks isə bu təkərlərlə avtomobilin maksimum 300 km/saata qədər hərəkət etmə imkanını göstərir. Yəni bu təkərlər məhz sürətli təkərlərdir, şose təkərlərdir, mükəmməl yol tutumu var, mükəmməl su kənarlaşdırma imkanları var. Ona görə də bəlkə də bir çox göstəricilərinə görə Avropada yay şinləri arasında 52 təkər brendi, 52 təkər çeşidi arasında top 10-da qərarlaşıb. Sonra burada ağ bir ştamp var. Bu ştamp zavodlarda təkər şininin sonuncu kontrolunu həyata keçirən işçinin, yəni möhürüdür. O deməkdir ki, təkər artıq istismara hazırdır. Təkər şinindəki bu rəqəm 2024-cü ilin 22-ci həftəsində istehsalını göstərir. Təkər şinləri avtomobildə ən vacib təhlükəsizlik elementlərindən biridir. Çünki o yeganə elementdir ki, avtomobilin yer səthi ilə kontaktını təmin edir.
ona komfort kimi baxanlar var, ona bir dizayn kimi, gözəlliyi kimi baxanlar var. Bunlar əlbəttə ki, yaxşıdır, amma ən vacib olan təhlükəsizlikdir. Ona görə də avtomobiliniz üçün uyğun seçimlər edin. Sailun brendi dünyada da elə top 10-da qərarlaşan bir təkər markasıdır və Avropa testlərində də özünü sübut edib dəfələrlə. Mənim avtomobilimdə də Sailunun Atrezzo ZSR seriyasındandır. ZSR 2 deyil, ZSR seriyasındandır. Bu təkərlər isə daha böyük ölçüdə avtomobillər üçündür. Mənim avtomobilimdə 205-55 R16 ölçülü təkər şinləridir.